Ana şehidin gelir, başını dik tut ağlama. Qara geyinin yasını tut, yüreğini çok dağlama. Balam yardan ayrı düşüp, balasından ayrı düşüp, kan içinde azap çekip, onu berk berk kucaklama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Moğollar ana can ağlama. İncitme balan yatır, sevgisi talan yatır. Ana şehitler ölmeyir, yeri her an kalbimizde. İndi yatır şirin şirin mekanında, cennetinde. Ruhu göylerden bakır, gözümüzden kan yaş akır. Balası yaman darıxır, onun kalbini dağlama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Evinin çırağı sönüp, ümidin esrete dönüp, gözlerin kanla dolup, kurbanın oldum ağlama. Ne olar ana can ağlama. İncitme balan yatır, sevgisi talan yatır. Ne olar ana, çox ağlama. Ürəyimi dağlama. Şəhidlər ölmür, torpaq uğrunda, vətən uğrunda can verir. Ne olar ana ağlama. Şəhidlər ölmür ay ana. Evinin çırağı sönüp, ümidin esrete dönüp. Azərbaycan çıraqların gür yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır. Gözün toxdur millətin, həqiqətə ölüm yoxdur millətin. Üzərindən qara yerlər əsməsin, ana yurdun Azərbaycan evləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Azərbaycan İşqadı xalq şairi Mirvarid Dilbazi. Əziz hərbi iştirakçıları, şəhid Yunus Kazımovun ruhunun işığında hər birinizi Mirvarid Dilbazi poeziya məclisi adından salamlayıram və Fəridə Ləmanın araya ərsəyə gətirdiyi Şuşa Fatihi Yunus Kazımov kitabının təqdimatıdır. Mən deyərdim ki, şəhidimizin adına ucaldılan bir abidədir. Kitabın redaktoru Tamila xanım Abbaszadə, məsləhətçisi tanınmış jurnalist Qalib Rəhimlidir. Və şəhidlərimizə bir ehtiramdır, şəhidlərimizə bir ömür borcluyuq, şəhid ailələrinə borcluyuq. Dövlət ilini səsləndirilsin.
Azərbaycan möhtəşəmdir gül səsi. Əysinməsin üstümüzdən nəfəsin. Bu torpağa vətən deyən hər kəsin şəkər-şəkər dillərindən öpürəm. Qarabağa həyat verdi bu haqqan, gəlib çatdı bu gözlənilən bu xoşan. Bu torpağa igid doğan, doğan, şəhid analarının əllərindən öpürəm. Bu dünyaya igid, mərd, oğul bəxş edən şəhid atalarının əllərindən öpürəm. Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanundan, canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla, ehtiramla yad edir. Ruhumuz şad olsun ey şəhidlər, yurd uğrunda şirin candan keçən. Əziz tədbir iştirakçıları, bugün tarixi bir gündür. Bugün ki, Yunis Kazımov sevərlər, şəhidlərimizə ehtiram bəsləyənlər, vətənə can deyən. Biz bu tədbir haqqında Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənova şəxsən məktub ünvanladıq və bugün Müdafiə Nazirliyinin heyəti ilə buradadır. Elə buradan, bu məclisdən Zakir Həsənova təşəkkürümü bildirirəm. Bu tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Əslində bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Ancaq təşəkkür eləməklə bir yerinə düşər deyərdim. Fərdə xanıma bu böyük işin altına girdiyinə görə mən ona çox minnətdaram. Şəhid haqqında kitab yazmaq çox böyük məsuliyyətdir. Fərdə xanımın yaradıcılığından şəhid mövzusu qırmızı xəttə keçir. Fərdə xanım 1-ci Qarabağ müharibəsində odun alovun içində o qanlı tarixin şahididir. Ona görə də onun yazdığı kitab mən deyərdim ki, Yunis sevərlərə, vətənpərvərlərə, gələcək nəsil üçün bir örnək rolu daşıyacaqdır. İndi isə mən söz vermək istəyirəm. Bu tədbiri aparıcılıqda mənimlə bərabər yoldaşlıq edən Qazax Dram Teatrının aktyoru Yusif Qocaya. Buyurun bilsinlər. Çox sağ olun Gülü xanım, təşəkkür edirəm. Bütün bugünkü tədbirə toplaşan insanları, Azərbaycan vətəndaşlarını salamlayıram. Və şəhid mövzusu illərdir ki, hər bir Azərbaycanlının canlılar qanuna, liyinə olub. İllərdir ki, silsilə şəkildə tədbirlər həyata keçirilir. İllərdir ki, silsilə şəklində təqdimatlar həyata keçirilir və illər keçəcək, bəlkə də əsrlər keçəcək bu təqdimatlar, bu tədbirlər davam edəcək. Çünki mən düşünürəm ki, bu hər bir Azərbaycanlının borcudur. Bugün Gülü xanımın qeyd elədiyi kimi Fərdə xanım Rəmanın Şuşa Fatihi Yunis Kazımov adlı kitabının təqdimatındayıq. Şuşa Fatihi nə qədər əzəmətli səslənir. Şuşa alınmaz qaladır deyirlər. Bəli, Yunis və onun timsalında onlarla Azərbaycan oğlu alınmaz qalanı, Şuşanı fəth etdi. Mən bir məsələni vurgulamaq istəyirəm. Müharibə bitdikdən sonra, təxminən bir ay sonra mənim Şuşaya səfərim olmuşdur. Biz Şuşanı video linklərdən, fotoşəkillərdən baxırdıq. Cıdır düzünü, Şuşa qalalarını, dağları, dərələri ancaq hansısa bir yazılardan görürdük. Və bir anlıq insanın içərisində sükut yaranır. Necə olur ki, necə baş verdi bu? Hansı cəsarət, hansı ürək sahibi oldular bizim oğullar dırnaqlarıyla, əlləri ilə, var gücləri ilə alınmaz qala adlanan Şuşanı yarım düşmənin taptağından azad edilir. Odur ki, mən igid oğullarımızı, qardaşlarımızı bizim həyatımızın ölməz qəhrəmanları adlandırıram. Qoy əbədi eşq olsun ölməz qəhrəmanlara. Eşq olsun. Eşq olsun igidlərə, ərlərə, 1000 kərə, milyon kərə eşq olsun. Gözləri günəş nuru bir də görməz, bilirəm. O dərin məzarlara nəğmə girməz, bilirəm. Mən ölümü bir anlıq çıxararaq yadımdan,
bu dünyanın adından, bu dünyada qalanların adından təkrar deyirəm. Ölməz qəhrəmanlara eşq olsun, ey sağ qalan insanlar. Deyirəm, ölməz qəhrəmanlara eşq olsun. Allah bütün şəhidlərimizə rəhmət versin. Qazilərimizə Allah'tan şəfa diləyirəm. O kitabı bizim bugün təqdimatına toplaşdığımız kitaba, Uşaq Fatihi Yunis Kazımovun adının əbədiləşdirildiyi bu kitaba. Bu kitabı əlimizdə tutmaq, bu kitab haqqında danışmaq, ümumilikdə şəhidlər haqqında danışmaq böyük bir cəsarət tələb edir və bu mövzuya toxunmaq, gələni bu mövzuya yönəltmək bu daha böyük cəsarət tələb edir. Bunu bizim həm yerimiz, Qazaxımız, dəyərli şairəmiz Fərdə xanım edib və öhdəsindən düşünürəm ki, layiqincə gəlib. Və biz Fərdə xanıma söz verəcəyik ilk növbədən bu kitabın görünməz qəhrəmanı da var, adı çəkildi bir neçə dəfə Tamila xanıma, Abbasxanlı Əliyeva bizimlə birlikdədir. Böyük məmnuniyyət və sizin alqışlarınızla kitabın redaktoru Tamila xanıma söz vermək istəyirəm. Tamila xanım, buyurun, söz sizlədir. Çok özür dilerim sizden. Senin meclislerle danışmak zordu bizim için. Ama yine de dert de bizimdir. Galebe de bizimdir, sevinç de bizimdir. Ve bu günleri bilirsiniz. Kardeş Türkiye demek çok acı günler yaşıyor. Bir okulda olan facia, çocukların ölümü bütün hamımızı yandırdı. Ve sizin adınızdan, öz adımdan onlara, Türk kardeşlerimize, Türkiye'deki kardeşlerimize son verimiz olsun. Allah bir daha böyle belalar göstermesin. Ve ben Bakü Devlet Üniversitesi Jurnalistika Fakültesinden mezun oldum. Ve 25 yılda Türkiye'de üniversitede, orada Jurnalistika Fakültesi açtım. Dekan oldum ve sonra da bölüm başkanı, katedra müdürü olarak çalıştım. Ve ama benim bütün yüreğim, varlığım vatanımdaydı. Her zaman orada mutlaka vatanımı netüliler tanıtmaya çalışırdım. Ve çok belki garibe gelecek profesörlük işimde Neriman Həsənzadə'dendir. Sanki ben Qazax'ta doğulmamışım ama hep Qazax'a bağlı olmuşum. Qarabağ'da doğulmuşum ama Qazax'a bağlı olmuşum. Nüsret Kəsənlərini tanıttım orada, onun kitabını çevirdim, orada yayınladım. Ve Fərdə xanımla da akademiyada çalışarken tanış oldum. Ve onun kitaplarını her zaman izledim, eserlerini izledim. Mühit hakkında yayınladığı kitaba da ön söz yazdım. Ve bir günleri benim odama bir beyaz güvercin gibi cennetten Yunis uçup geldi. Ve ben günlerle yazdığım her cümlenin, her sözü gözyaşıyla yazdım. Gece saat 10'a kadar etraf dağlar, herkes evinde, istirahette ama ben Yunus'tan başbaşaydım odamda. Ve bu günleri Yunus'un atasıyla burada ilk defa görüştüm ama onunla bir yazıştık. Beyaz saçlı annesi, hanımı burada, hanımı hakkında hadireleri okudum. Yani Allah kimseye göstermesin yanından ayrı kalmak. Aziz'in yaşlı ördek, niçedir yaşlı ördek? Bir vakit cüt gezerdiniz, nerede yoldaşlı ördek? Ve maniler yazdım, bayatılar yazdım. Ve inanırsınız ki Fərdə mənə deyəndə ki, burada toplantı olacaq, mən neçə gündür yata bilmirəm. Hep düşünürəm, elə bilirəm ki, mən elə gəlir ki, buradadır, bizim aramızdadır, o bizi seyredir. Çünkü ruhlar ölmür, ruhlar hep gezirlər. Ve annesinin, babasının yüzü ah olsun, böyle bir evlat büyüdüler. Vətən üçün can vermək elə belə değil. Yani ne burada yüreğin olsun ki, sen onu vatana kurban veresən. Ben de şehirler hakkında çok kitaplar yazdım Türkiye'ye gitmeden önce. Ve olarak Azerbaycan'da çok bölgesini gezdim. Lənkəran, Masallı, Astara, Dahli Boşu şehitleri, oğlum da öz arzusuyla savaşa gitti. Ve demek istəyirəm ki, şehitler qətiyyən ölmürlər. Onlar diridirlər, onlar cənnətdə gəzirlər. Onlar her zaman bizden haberdardırlar. Ve bu kitaba emek veren
Fərdə xanıma çox təşəkkür ederim. Atasına çox təşəkkür ederim. Anasına belə bir evlat, vətəni üçün canını verə biləcək bir evlat böyütmüşlər. Və sizin hepinizi qucaqlayıram. Burada bizim gençlerimiz var, gelecek necə deyirlər, milli kahramanlarımız var. İnşallah onlar hep vətənə xidmət edəcəklər. Gələn bütün gələnlərə, hamınıza teşekkür ederim. Bugünkü günde siz Yunus'un demek o müqəddəs ruhunu sevindirmək üçün bura geldiniz. İnanırsınız ki heyecandan danışa bilmirəm. Ve elə bilirəm ki Yunus bu dəqiqə burada bizə baxır. Ve bayaqları Mirvarid Dilbazı'nın ismini gördüm. Biz tələbəyken Elmira Əhmədova benim tələbə yoldaşımıydı. Eldar Nəsibli benim tələbə yoldaşımıydı. Hep onlarla bir aradaydı. Ve bir gün Elmira beni demek Dilbazi'nin evine götürdü. O bizi öptü, kucakladı ve bize gelecek işlerimize dua etti. Bize uğurlar arzuladı. Yani ben gerçekten Qazağı, Aksafalı çok seviyorum ve benim bir vatanım da oradır. Ve o zaten oradan her zaman büyük insanlar çıkmış, meşhur insanlar çıkmış. Ben Vadifi Türkiye'de çok tanıttım, Hidadini çok tanıttım. Ve size çok teşekkür ederim Kasım Bey, bana söz verdiğiniz için. Hamınıza minnettarım, hamınızı öpürəm. İnşallah yine necə deyərlər, kederli görüşlerde değil, mutlu, sevinçli yerlerde görüşürüz. Ama şehitlerimizi hiç mezara kadar unutmayacağız. Sağ olun, beni sabırla dinlediğiniz için teşekkür ederim. Tədbirimizdə qazilərimiz də iştirak edir, şəhidlərimizin şahidləridir. Bir ömür onlara da borçluyuq. Çünki bütün gedib yarımcan qayıdan oğullarımızdır. Hətta bizim qazi bacılarımız da var. Ona göre de onları da demesek olmaz. Mirvarid Dilbazi yazır ki, bir canım var size kurban, Azerbaycan oğlanları. Mərtliyi unutmurduram, mərd keçdi qanlı yolları, ey vətən qəhrəmanları. Düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən uğursuz olmasın, Azerbaycan aslanları. Vətən oğullarıyla diridir ve o oğulların sayesinde bu xalqın qeyrəti dünyaya sərgiləndi. İndi isə sözü verirəm Müdafiə Nazirliyinin kursantı Ələddin Bağırov. Buyurun. Hörmətli tədbir iştirakçıları, dəyərli kursant yoldaşlarım, İlk öncə hər birinizi salamlayıram. Mən Kursant Bağırov və bugün Milli Müdafiə Universitetinin adından çıxış edəcəm. Bugün sizə Azərbaycan igid oğullarından bir şəhid Kazımov Yunus oğluna həsr olmuş tədbirdə şəhid qardaşımız xüsusi təyinatının baş leytenantı Kazımov Yunus haqqında danışmaq istəyirəm. Yunus Kazımov 1993-cü ilin sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Quba rayonunun en sayılı hərbi hissəsində xidmət etdiyi dövrlərdə şücaətinə görə xüsusi təyinatlarına qəbul olmuşdur. Azərbaycan ordusunun xidmətini davam etdirən şəhidimiz 2-ci Qarabağ müharibəsini bitirdikdən sonra 2021-ci ildə ailə həyatı quran Yunus Kazımovun hətta şəhid dostunun adı verdiyi Əli adında bir oğlu vardır. Yunus Kazımov 1920-ci ilin sentyabrın noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Hadrut, Xocabənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə savaşıb və qəhrəmancasını canından keçibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasən Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azad olunmasına görə medalı, Qubadlının azad olunmasına görə medalı, Xocabəndin azad olunmasına görə medalı və Şuşanın azad olunmasına görə medalı ilə tərtib edilir. Yunus Kazımov 2022-ci ilin sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələrin iri miqyaslı təxribatının qarşısının alınması uğrunda
canından keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərin əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Yunus Kazımov vətən uğrunda medali ilə tərtib edilir. Vətən torpağı hər kəs üçün sadəcə bir coğrafiya deyil. Bu torpaq bizim keçmişimiz, kimliyimiz və gələcəyimizdir. Bəziləri bu torpaqda yaşayır, bəziləri isə onu qorumaq üçün canından keçir. Yunus Kazımov da məhz onlardan idi. Vətən üçün yaşayan və vətən üçün şəhid olanlardan. Yunus Kazımov sadəcə bir hərbici deyildi. O, ailəsinin ümid yeri, dostlarının arxası, xalqının isə fəxri idi. Onun həyatı bizə bir şey göstərir. Qəhrəman olmaq üçün müddət böyük sözlərə ehtiyac yoxdur. Bəzən bir addım, vətən uğrunda atılan addım insanı əbədi ucaladır. O, vətən müharibəsində iştirak edərək, torpaqlarımızın azadlığı uğrunda döyüşdə hər bir addımın da qorxu yox, inan var idi. Çünki o bilirdi ki, arkasında bir xalq dayanır və ən əsası o bilirdi ki, torpaq uğrunda can vermək məğlubiyyət deyil, ən böyük qələbədir. Şəhidlər ölmür. Bu sadəcə bir şüar deyil. Yunus Kazımov kimi qəhrəmanlar bizim yaddaşımızda, tariximizdə və gələcəyimizdə yaşayır. Onların hər biri bizə bir mesaj verir. Vətən sənin nəfəsindir. Onu qoru, onu sev, ona sahib çıx. Biz bugün rahat yaşayırıqsa, sabahımıza ümidlə baxırıqsa, bu məhz şəhidlərə ən böyük onların sayəsindədir. Amma unutmayaq ki, şəhidlərə ən böyük hörmət onları xatırlamaq deyil, onların uğrunda can verdiyi dəyərləri yaşatmaqdır. Sonda demək istəyirəm ki, hər birimiz Yunus Kazımov kimi ola bilmərik, amma onun kimi döyüşə bilərik. Vətəni sevməklə, onu sadiq qalmaqla və doğru yolda ilərləməklə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onu da qeyd etmək istəyirəm ki, mən daxil olmaqla burada oturan hər bir kursant yoldaşım və digər bütün kursant yoldaşlarım Azərbaycan Respublikasının manafiliyi və suverenliyi, ərazi bütövlüyü uğrunda öz canlarından keçməyə hazırdır. Dinlədiyiniz üçün təşəkkür ederim. Sağ olun. Təşəkkür edirik və minnətdarız çıxışınız üçün. Çıxış üçün söz Qazax Xeyriyyə Cəmiyyətinin sədri Professor İlham Pirməmmədova verilir. Çox sağ olun. Mən də bu tədbiri təşkil edənlərə, bunun təşkilinə kömək edənlərə minnətdarlıq edirəm. Tədbirlər çox olur. Ad günlər olur, başqa tədbirlər olur, ümrlik tədbirlər olur. Amma şəhidlərlə bağlı tədbirlər, mən deyərdim ki, tədbirlərin başı, şahı. Biraz keçmişə gedib, bizim hələ Ermənistanın torpaqlarımız işğaldan azad olunmamışdan, bizim hərbçiləri görüb mən ürəyim qala döndü. Məsələn, məclislərsən görürsən, bir hərbçi gəldi, bir polkovnik gəldi, əskər gəldi. O zaman özümüz içimizdən biz sınmışıq. Çünki bizim torpaqlarımız düşmən əlindəyik. Bu, bizim əskərlərimiz, hərbçilərimiz də özləri bilirlər ki, üzrəyirəm, məlum olduğunun əskəri kimiydi. Amma bizim Ali Başkanlarında nələr eləmək? Prezident seçiləndən sonra özünün qərarı oldu, özünün addımları oldu. Nəhayət, hansı illərdə hansı addımlar attı, Tovuz döyüşləri, ondan qabaqda olan döyüşlər, 2016-cı ildə olan döyüşlər, Hüseynin alınması, onlar gedik, amma biz ağlımız kəsmirdik ki, bu böyük bir müharibənin hazırlığı. Ona görə prezidentimiz deyir ki, mən nəyi, necə, nə vaxt eləməyi yaxşı bilirəm. Həqiqətən 2020-ci ilin sentyabrında bizim bu demək ki, döyüşlər başlayanda artıq biz gördük ki, tamam başqa bir məsələ. Hər akşam vaxtda olanların hamısı şahiddir. Biz prezidentimizi gördük ekranda. Hansı yüksəklər alındı, hansı kəndlər, hansı rayonları işğaldan azad olundu. O da rəhənən kişi kimi bir deyildi, sadalayırdı, hamısının
Biz o 44 günlük müharibənin dövründə biz nələr yaşamadıq, nələr görmədik və bizim orada şəhidlər oldu. Mən eyni zamanda bu gəlin pandemiya dövrünə düşmüşdü. Yoldan bağlıydı, rayonlara gezmək mümkün deyildi, hamısı kapalıydı. Ona görə də Qazaxdan 50.000 nəfər, 53 nəfər, Aksafadan 49 nəfər, hələ 44 günlük müharibədə bizim şəhidlərimiz oldu. Bizim ictimai birlik üzvləri, rayonda yaşayanlar və bizim hər gün olan əlaqələr, elə gün olub 3-4 şəhidin dəfini təşkil olunur. Və orada iştirak edilmişdir. Hər birində bizim əkillər qoyulur, hər birində o filmlər çəkilir orada. Bu vaxtı elə bir yumruq kimi bizim ictimai birlik üzvləri birləşmişdir. Və nəhayət sonra 44 gün müharibədən sonra 22-ci ildə nəhayət Xan kəndinin alınması və nəhayət bütün bu nöqtə qoyulduğu son 100 ildə görülməmiş bir hadisə oldu bizim Prezidentimizin Ali Baş Komandanın rəhbərliyi ilə lazım olan torpaqlar azad oldu. Qazanın kəndləri azad oldu. Artıq dönənləri 2 gün bundan qabaq onlar bütün sənətlər tərəfini təhsil verədilər Ermənistanın demək Qazağa verilməsindən bağlı. Ya bunun hamısı nədən əmələ gəldi? Bizim şəhidlərimizin şücaətindən, bizim qazilərimizdən. Amma çox vaxt biz deyirik ki, şəhidlərimiz, qazilərimiz, bəli, amma onlarla bərabər vuruşan bizim əskərlərimiz də var. Onların qismətində şəhidlik yazılır, birinin qismətində qazilik yazılır, o bizim qismətində döyüş yazılır. Və nəhayət bizim bu ordumuz, qalib ordumuz bir yumruq kimi birləşdi. Niyə biz qalib gəldik? Çünki xalq, ordu, prezident. O üç təbəqə yumruq kimi birləşdi. Prezidentin özü onu dedi. Ona görə də bütün şəhid ailələrinin mən şəxsən Qazaxda olmuşam. Onların dəfnində iştirak eləmişəm. Onların müəyyən müzik məclislərində iştirak eləmişəm. Valideynlərlə bərabər olmuşuq. Qazaxda olan nə qədər sayıda biz bulaqlar tikdirdik, şəhid bulaqlar tikdirdik, onların açılışında olduq. Biz nə indi edək, mənim əzlərim, biz o şəhid ailələrinin çəkdiyini çəkmirik. Biz aynı ailələrdə olmuşam. Bizim kəndimizdə şəhidlər çoxdur. İncə dərəsindən laf xeyli şəhidlər çoxdur. Kəmərli, Aslanbəyli, o kəndlərdə. Demək, orada evə gelirsən, şəhidin şəkilləri, şəhidin otağı, koridorda onun şəkilləri. Yəni, mən bunlara deyirəm, sizə bulmaq. Siz belə necə yaşayırsınız? Bu olmaz belə, deyirəm, mənim belə deyil. Ona görə də biz onların tədbirlərini, ailələrlə bərabər olmuşuq. Onların hər bir bizim olan sözlərini biz başda vermişik. İmkan daxillərimizə nə eləmişik. Bugün mən kənar danışmaq istəmirəm. Bax, Qazaxdan Nihid Orucoğlu, onda yaxınlarda anın günüydü, onun təşkil olundu. Ondan sonra bizim şəhidlərin hamısının bizim məzarlarının üstünün götürülməsində müəyyən prosedurlardan iştirak eləmişik. Və bütün şəhidlərimiz demək olar, mən onların Akstafada bir kaftanın biz dəfnində iştirak elədik, 40 rəyasında. Valideynləri oturublar, deyirəm, ayata, biz gəldik edərik bu dünyadan, 5 il, 3 il, 10 il, amma sizin evladınız Azərbaycanın tarixinə yazılır. Sizin evladınız bizim məktəblərin kitablarında var, sizin evladınızla bağlı filmlər çəkilir, kitablar yazılır, məktəblər onlar haqqında oxuyurlar. Yəni, həqiqətdə belə. Bizim şəhidlərimiz haqqında, onların ailələrində biz gecə-gündüz diqqətimiz olmalı. Basal olsunlar, bir gəlirlər şəhid analar buradadır, valideynlər buradadır. Balaca əlini Allah saxlasın, Allah onu mütaq eləsin. Babasına, anasına, əzizlərinə, hamısına İslam sağlığı arzulayıram. Amma bizim bugün görüşdüyümüz tədbirlə bağlı bir daha deyirəm ki, var olsun bizim prezidentimiz, var olsun Ali Baş Komandan. Bütün biz həməşə onun arxasındayıq, onun yanındayıq. Bizim qalalarımız, hərbi kursantlar, polisi və bundan əvvəl Fərdə xanımın
yazdığım video çoxuna var yazdığım kitab bir zabitlər evində təqdim eləmişik o zamanlar. Amma bu kitabdan baxdım, indiki kitab tamam başqa türə yazılır. Məsələn, bir poema yazırsan, yoxsa bir roman əsər yazırsan, onun süjet xətti olur, ondan axıra qədər gedirsən. Bu belə deyil. Fərdə xanım o qədər onun ustalıqıdır. Əvvəlcə öz poemasını yazır, ondan sonra şəhid haqqında xatirələr deyilir, tanınmış adamların fikirlərini deyirlər, onların ayrıca şeirləri, o qədər oxunaqlı kitabdır ki bu. Və bu kitab çoxlu sayda nəşr olmalıdır və biz o nəşrdə biz də kömək eləməliyik. Təkcə kitabxanalarda olmamalıdır, məktəblərə verilməlidir. Fərdə xanım, məktəblərimiz kitabxanalarında olmalıdır. Bunu elektron formada yerləşdirmək lazımdır, əsatan olsun, oxuyanda. Yoxsa aparıb kitabxanaya verirlər, orada qalır, ondan sonra heç kim burada bir şey yazılır. Mən bir daha şəhidlərimizə, hamısına deyirəm, Allah rəhmət eləsin, onların valideynlərinə, əzizlərinə, Allah səbr versin və bizim ordumuz güclüdür, qüvvətlidir, prezidentimiz bizim dünyanın ən salim seçilən siyasətçilərindən həmçi deyərdim, bilin. Çünki axırıncı hadisələr bu Amerika, İsrail, İran hadisələri göstərdi ki, bizim prezidentimiz özü bilir, nəyi, necə, nə vaxt vermək lazımdır. Yaşasın prezidentimiz, yaşasın Azərbaycan ordusu. Şəhidlərimizə Allah rəhmət eləsin. Sağ olun. Aziz sevgili iştirakçıları, bugün İlham Məmmədovlar günüdür. Hamımızı rəhmət təbrik edir. Mən görürəm ki, belə bir müqəddəs təbrikdə İlham müəllimi təbrik edirik. Bu da xoşbəxtdir İlham müəllim. Bu kitab haqqında qısaca danışmaq istəyirəm. Çox möhtəşəm bir kitabdır. Şəhidin ailəsinin öz hesabına araya ərsəyə gətirir və çox yüksək keyfiyyətdə varaqları mən özüm nəşriyyatda işləmişəm. Səhifələri, varaqları belə ən yüksək keyfiyyətdə olan kağızlardan istifadə olunubdur. Yəni bu hər kəs üçün bir-bir nəzərdə tutulur. Kitabxanalar üçün, mədəniyyət ocaqları üçün, universitetlər üçün, məktəblər üçün o kitabxanalara təqdim olunur və təbliğ olunmalıdır. Bu kitab şəhidimizə yazılan kitabdır. Bu mənim o yazdığım şeir kitablarıdır. Kimə istəyir verəm. Yəni bu kitabın öz dəyəri var. Yazan da dəyərli bir xanımdır. Həm yazan məzmə layiqdir. Fərman Qaromənin müəllimə də təşəkkür edirəm. Yəni ki, nəşriyyatın rəhbəridir. Çox sağ olsun ki, belə yüksək səviyyədə kitaba rəyəsə edir. Mən Nərman Həsənzadənin Zeyd Həmzə Nigarı Türbəsi kitabını belə yüksək keyfiyyətdə görmüşəm. İndi isə söz vermək istəyirəm tədqiqatçı alim Əfqan Vəliyevə. Əfqan Vəliyev Zahid Orucu Müdürməsinin deputatı, onun əməkdaşıdır. Zahid Oruc tərəfdən dəvət eləmişik və göndərməkdir bizi Əfqan Vəliyev. Buyursun Əfqan Vəliyev. Əfqan Vəliyev, üzr istəyir bir dəqiqə. Əziz çıxışlar mövzudan kənara çıxmasın və çox qısa olsun ki, hər kəs çıxış edə bilsin. Dəyərli tədbir iştirakçıları, sizləri şəxsim adından və Milli Məclisin deputatı Zahid Oruc adından salamlayıram. Mən vətənimizin azadlığı, bütövlüyü uğrundan canından keçmiş bütün vətən evlatlarını rəhmətlə, ehtiramla yad edirəm. Onlara Allahdan rəhmət diləyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Yunis Qasımovun ailəsinə, doğmalarına, yaxınlarına başsağlığı diləyirəm. Şəhidimizə Allahdan rəhmət diləklərimi çatdırıram. Şəhidlik böyük zirvədir, bir də Şuşada şəhid olmaq ayrı bir müqəddəslikdir. Bildiyiniz kimi vətən müharibəsi tariximizin ən şanlı, ən böyük qələbələrindən biridir. Tariximizdə vətən müharibəsindəki qazandığımız qələbə qədər şanlı, möhtəşəm bir qələbə yaşamamışıq. Ona görə də bu qələbəni əbədləşdirmək, sənayələşdirmək bütün vətən evlatlarının borcudur. Hərbiçilər, hərbi sahədə, diplomatlar, diplomatik sahədə, siyasətçilər, siyasi arenada, alimlər qələmi ilə, xalq gücü ilə və ali
komandan, cənab prezidentimizin yüksək dahası və uzaq verən siyasəti ilə xalqımız bu müharibəni qazandı və tarixin ən böyük sınağından uğurla çıxaraq adını qalib dövlət kimi 21-ci əsrə yazdırdı. 21-ci əsr çox qarışıq, çox əzab əziyyətlərin ekonomik, siyasi, diplomatik krizlərin yaşadığı bir devirdir. Dünyanın hər tərəfinin çalxalandığı bir devirdə belə bir sosial və eyni zamanda kriminal bir cəhətdən mühitdə qələbə qazanmaq, belə bir coğrafya, xüsusilə də belə bir coğrafiyada belə bir qələbə etmək ayrı-ayrılıqda bir dahilikdir, ayrı-ayrılıqda bir xalqın, bir ulusun tarixə sığmaz bir zəfəridir. Mən qeyd etmək istəyirəm ki, tarixdə müharibələrin taleyini dəyişdirən bir çox müharibələr var. Məsələn, döyüşlər var. Stalingrad döyüşü, Kurs döyüşü 41-45 müharibəsinin gedişatını dəyişdirib, amma Şuşa döyüşü bir müharibənin taleyini həll edib. Bildiyiniz kimi, arazinin relyef cəhətdən dağılıq olması və 30 ildən çox minalanma həyata keçirilməsi, keçilməz sətlərin inşa edilməsi bu müharibənin uzun illər bütün strateglər, strateji beyin mərkəzləri tərəfindən tədqiqat mərkəzləri öz müzakirələrində bu müharibənin illər sürəcəyini bildirirdilər və çünki strateji mühit, təcrübə, beynəlxalq strategiya bunu göstərirdi. Fəqət Azərbaycan ordusunun göstərdiyi rəşadət və xüsusilə Şuşanın azad olunmasından sonra diplomatik zəfərlə Laçının, Ağdamın, Kəlbəcərin geri qaytarılması bu dünya tarixindəki nadir hadisələrdən biri kimi tarixə keçdi və devlətimiz məhz həm diplomatik, həm siyasi, hərbi arenada nə qədər güclü olduğunu sübut etdi. Azərbaycan xalqı müdrik xalqdır və Şuşanın bir qısa bir, bunu da qeyd edim, bildiyiniz kimi Şuşa və onun ətraf əraziləri uzun illər Qacar istilası altında qalıb və hasad zamanında Qacar ordusu əraziyə hücum edib, məhsulu yandırır, ələ keçirir və xalq qışı ac, yoxsul vəziyyətdə, çarəsiz vəziyyətdə keçirirdi, amma ərazini tərk etmirdi. Bu vəziyyət Panahalı xanı o qədər narahat etmişdi ki, Panahalı xan dedi ki, bizim ahali görürdü ki, artıq Qarabağı tərk edib, Azərbaycanın iç ərazilərinə gedir və o bir ay boyunca özü akllarla birlikdə gedib Şuşanı tapır və dağın zirvəsindəki o möhtəşəm mənzərədə deyir ki, bizim ancaq öz Qarabağı qorumaq üçün burada bir yurt salmamıza, buranı bir keçilməz qara etməyimizə ehtiyac var və bütün ölkədən, İrandan, İraqdan, Türkiyədən, bir çox ölkə, hətta Rusiyadan mütəxəssislər dəvət edir və o ərazidə su axtarışına başlayırlar. Bir ay sürən axtarışdan sonra 2 bulaq tapırlar və o bulaq tapandan sonra 17-ci əsrin 50-ci illərində artıq qalanın inşası haqqında əmir verir və Şuşa qalası inşa olunur. Şuşa qalası inşa olunduqdan sonra orada ətraf ərazilərdəki bütün oradakı təsərrüfat işləri görüldükdən sonra toplanan bütün məhsul Şuşadakı anbarlara daşındı və yadeli hücum olduğu zaman xalq, hər kəs Şuşa qalasına çıxıb orada öz ərazisini, öz torpağını qoruyub uzun illər Qarabağa sahib çıxa bildilər. Qarabağın qəhrəmanlığı budur və bildiyiniz kimi Mehdi Xəzani Qarabağın əsərində yazırdı ki, Qarabağında döyüşlərdə hər zaman qüvvələr nisbəti eyni olmayıb. Amma Qarabağlılar Şuşa qalasının tikilməsindən sonra heç vaxt Qarabağa və torpağı olan ümidlərini itirmədilər və inanclar onu qoruyub saxladılar. Mən vətən şəhidlərini və bu zirvəyə uzalan bütün vətəndaşlarımızı, vətən evlatlarını alnından öpürəm və düşünürəm ki, onlar haqqında, bütün şəhidlər haqqında ayrıca kitab yazılmalı və bütün şəhidlərimizin, hətta qazilərimizin, bütün döyüşçülərimizin həyatı romanlara, filmlərə, seriallara daşınmalıdır. Və biz bu müharibəni, necə ki 41-45 tarixdəki müharibələr necə sağlamləşdirilirsə, nəsildən nəsil ötürülürsə, biz də bu müharibələrdən də çizgi filmləri ilə belə
bütün dünyaya və eyni zamanda nəsildən nəsilə ötürməyi bacarmalıyıq. Bu bizim üzərimizə düşən borcdur, vətən borcudur və bugün buradakı oturan hərbiçilər və bu yazan iti qələmi olan bizim elm adamları hər zaman öz xidmətlərini yerinə yetirdiyi müddətcə bu vətən hər zaman azad, suveren və Qafqazın ən güclü dövlət olmağa davam edəcəkdir. Sağ olun. Teşekkür ederim. Qəlbimizdə şəhid Yunisimizi dünyaya gətirən mərd anaymış. Mərdi mərd anadılar. Şəhid anası. Sən bir şərəf şan böyütdün. Alıcı tərvan böyütdün, vətənin qurban böyütdün. Ağlama şəhid anası. Qurban olum el mərdinə, əyrimiz yad namərdinə, o can verdi öz yurduna, ağlama şəhid anası. Duydu haqqın mənasını, çəkdi qurban xınasını, o qorudu anasını, ağlama şəhid anası. İlham aldı bayrağından, düşmənə çox uddurdu qan, son nəfəsi Azərbaycan, Türk, Turan, ağlama şəhid anası. Güllü, haqqa olmaz əvəz, yurt verilməz, yurt bölünməz. Şəhid anası, şəhid anaları, Fəxriyə ana, vallahi billahi şəhid olan vallahi ölməz. Ağlama, ağlama şəhid anası. Şəhid analarının saçları gözlərimiz önündə ağardı. Və o ağaran saçlar ananın dərdinindən, həsrətindən, hicranından ağardısa, ancaq elə vətənin uzaqlığıdır deyərdim. Vətəni ağ günə bax bu ağ saçlar sayəsində çıxdı. Ona görə də biz istərdik ki, o qəhrəmanı dünyaya gətirən ananın əllərindən, könüllərindən, vallahi billahi hamılıqla yeri gəlsə, bax bu şəhid analarının ayaqlarının altından öpməliyik. Ona görə ki, onların sayəsində toylarımız olur, düğünlərimiz olur, nişanlarımız olur. Gəlin dammayaq deməklə deyil, buradan keçəndən sonra, buradan gedəndən sonra hər kəs öz işində gücündədir. Ancaq şəhid ailələri, o hansı ki oğlu, hansı məqamda şəhid olub, bax o məqamın içindədirlər. Hələ heç o məqamdan çıxmıyorlar və bir ömür deyil olacaq. Kimisi 18 yaşında, kimisi nişanlı, kimisi bizim Zöhrə qızımız kimi təzə toylu, bir balalı. Yəni nə deməkdir bunların hamısına? Belə fədakarlıq göstərir Zöhrə xanım. Sosial şəbəkələrdə izləyirəm, bağırım parçalanır. Belə sədaqətli ömür gün yoldaşı, sənə də halal olsun qızım. Çox gözəl təbrik edirsən. Mərdanə, doğrudan da deyirəm İbrahim. Mirvarid bir bacım necə gözəl yazıb. Dünya analarının ey qoçaq mətini. Azərbaycan qadını, Azərbaycan anası. Bax, həmin analardır bugün. Biri ağ saçlı, biri də gənc yaşında. Saçının birini qara, birini ağ verərək əli balasını böyüdür. Yunisini ehtiramla ana-ana. Sizə qurban olun. Vallahi sizi kimi fədakar Azərbaycan xanımlarının, şəhidlərimizin həyat yoldaşlarının da belə əllərindən, alnından, könlündən, ayaqlarından öpürəm, canım mənim. Bax, gördüyünüz bu anaların göz yaşı, mən öləndə kiminsə gözündən axan göz yaşı deyil, bax, qürur yaşıdır bu göz yaşları. Dedim, Fəxriyə ana, siz edin deyə canım mənim. Çox çətindir danışmaq. Yunis bir ağır yolu gəldi keçdi. Bax, bu anaları unutmayaq. Bu analar ömrü boyu bu göz yaşının içindədir mənim əzizlərim. Hər birimizin əlimizdən
mənə gəlir, bax bu şəhidlərimiz yolunda Fəridə xanım kimi fədakarlıq göstərmək lazımdır. Pamela xanım kimi fədakarlıq göstərmək lazımdır. Kitablar yazılmalıdır, xatırlanmalıdır. Onlar axı gözləri imanda son nəfəsdə deyiblər ki, bizi tanıdın, bizi unutmayın. Zöhrə qızım, canım mənim, sənin qeyrətinə qurban olaram. Özündə güc tap, bir-iki kəlmədə sən də. Yunus hamı üçün şəhiddir. Bütün Azərbaycan üçün bizim üçünsə bir ömür. Xahiş edirəm, bu analara ayaq üstə almışlayın. Siz Azərbaycanın sərhədisiniz, analar, şəhid yoldaşları, şəhidimizin anaları. Vətən sizdən başlayır. Vallahi, bax bu gördüyünüz məkan ki var. Vaxt gələcək 40 il, 50 il, 60 il sonra. Bizim, Allah hər kəsə 100 il ömür versin, biz burada ola bilsin, mən də olmayacağım, siz də olmayacaqsınız. Ancaq gələcək nəsillər bu şəhidlər ehtiramla yad edəcək. Ona görə də Fəxriyə ana, sənin o göz yaşına qurban olun. Şəhid olan balaların savaşına qurban olun. Onlar igiddirlər, qəhrəmandılar. Təsəlliniz Zöhrə qızım, əbədi yaşarlıqları olsun. Elə əli balam bir vətəndir. Əli, necəsin? Sən qəhrəman olursan, elə? Hə. Danış verin, nə bilir? Atanın oğluyam, bir atası da qəhrəmandır. Biraz da danış. Məktəbə gedirsən? Hə. Sən kimin balasısan? Babanın. Ay Allah. Özgə. Sən qəhrəmanlarımızı tanıyırsan? Hə. Sən nə qəşəng oğlansan? Sənin adın vətənlə boşa çəkilir, bilirsən? Deyirlər qəhrəman oğludur, igid oğludur. Yunus oğludur. Elə? Ben ne deyirsən bu qonaqlara? Ya, çox sağ olun mənim əzizlərim. Təşəkkür edirəm, var olun. Bir alqışla əyləşdirək bir gözəl analarım. Ben biraz senaryodan çıxdım. Kəmərli deyilənlər, kəməri adı çəkiləndə, kəmərlidən olmayan, ancaq bütün var bədəni titrəyən əsən bir ana var. Nə aləsi kəmərli ilə? Kəmərli deyəndə bu ana niyə ağlayır? Heç mən bilmirdim. Kəmərli şəklini paylaşmışdım. Bir də gördüm, dedi, Güllü, sən məni öldürdün, yandırdın, töydün. Dedim, solmaz ana, nədir? Dedim, mənim şəhid balam. Kəmərlidə hərbi xidmətdə olubdur. Və bugün işlərinin çox olmasına baxmayaraq, biraz xəstələri var, nasazlar. Ancaq dedi, o kəmərliyə görə oğlum o kəmərlidə olub, bir dəfə tədbirdə iştirak eləmək. Sənə qurban olun. Solmaz ana, sizi dinləyək. Düzdür, bizim üçün də çətindir, sizin üçün də çətindir ancaq. Əvvəla herkesi salamlayacağım. Şəhid analarını, şəhid atalarını, analı can sağlığı versin. Bacıma can sağlığı arzulayıram. Allah sənə qüvvət versin. Çox sağ ol, var ol. Bu oğlunun xeyrini görəsən inşallah. Mən Körəlcü şəhid Salih Əliyevin anasıyam. Salih 2014-cü ildə Kəmərli kəndində hərbi xidmətdə olub. Biz 15-ci ilin mart ayında, Novruz bayramında mən oraya getdim. Yəni Salih razı deyildi biz oraya getməyimizə. Biz oraya xəlbət getmişdik. Hatta Ayşə demişdi ki, mən gəlirəm. Amma orada, yəqin ki, siz bilirsiniz, bu kənddə bir uças var idi. Biz uçasının qabağında durub gözləyirdik. Zabordan baxanda gördüm ki, Salih çox həvəslə gəlir. Xəbər getdi ki, dayım gəlir, o gəldi. Gəlib bizi görəndə çox hirsləndi, qaşqabaq elədi. Orada bir kapı vardı, biz oraya getdik. Biraz keçdi, Salih icazə aldı, gəldi oraya. Ona kimi biz
Yay vaxtı, yaz vaxtında güllər çıxıb orada balaca bir dağlar var idi. Biz uşaqlar onlara qalxdıq ki, nəsə çiçək yığar, nəyəsə baxar. Bir də gördüm ki, hər hissənin həyətindən qışqırır. Düşün aşağı, düşün aşağı. Düşdük, başa düşmədik bu nə deyir. Gəldi kapıya, dedi, yığışdırın. Nə gətirmişdik, biz orada sıfır açmışdıq. Dedi, tez edin, yığışdırın. Biz o yeməkləri də yığışdırdık. Dedi, düşürük kəndə. Düşdük kənddə Əhmədoğlu ailəsinə. Səhv eləmirəmsə, kişinin adı Mustafa idi, xanımın adı çox təəssüf yadından çıxıb. Onların ailəsinə düşdük. Biz bir gecə də orada qaldıq. Çox sağ olsunlar, var olsunlar. Bizə çox gözəl diqqət qayğı göstərdilər, bizi qarşıladılar. Gecə Salih'i bir də gördük ki, kənddə hay düşüb. Gecə Salih'i gəldilər, apardılar ki, qala bilməz, komandir icazə vermir. Bu gedəndən sonra mən qorxdum. Ona ki, ona qədər yanım dedi, mən qorxmurdum. Amma bu gedəndən sonra mən qorxdum. Gecəni səhərə kimi yatmadım. Tapşırdım ki, hamıda paltarlı yatsın. Bir də ermənilər gələr. Onunla mən o kəməli cəmaatından çox böyük, necə deyil, hörməti vaxtdır ki, necə bu postura yanmayan kənddə bu cürə yaşaya bilirlər. Herkes öz işində, mal-imanı, öz işində, öz gücündə. Mənim bir gecəm orada mənə bir il kimi gəldi, getdi. Sonra səhər getdik, biz Salih ilə görüşdük. Nəhayət, nə başınızı ağrıdım. Orada heç nə demədim. Yolda atasına dedim ki, Salih bizi niyə elə qarşıladı, niyə elə hissləndi, qaşqabaq elədi. O bizə qışqırdı. Gəlindən sonra soruşdum. Dedi ki, sən orada gölün içində ölmüş nəyi gördün? Dedim, hə, gördüm. Dedi, o gölün də başı mənim postuydu. Mən ona görə istəmirdim, sən orada gələsən, görəsən ki, biz erməniylə üzbəyizik. Ona görə istəmirdim, sən oraya gəlməyinə. Onda başa düşdüm ki, Salih məni qorumaq üçün. Bir daha bu kənddən olan kimlər var burada, hamısına təşəkkür edirəm. Hamınıza Allah kömək olsun. Şəhidimiz Yunisin, mövludu mübarək olsun. Allah valideynlərinə səbir versin. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Veteranlarımıza can sağlığı arzulayıram. Allah dövlətimizi, xalqımızı, millətimizi qorusun. Əskər zabitlərimizi qorusun. Mən fəxr edirəm ki, mən Salih Kimoğlu'nun anasıyam. 90-cı ildə Qayatının gözündən tökülən qanlı göz yaşını 2020-ci ildə Şuşada Xarı Bülbüllə sirən olanlara eşq olsun. Veteranlarımıza Kəmərlilər sizə qurban olun. Solmaz xanım deyir ki, bir gün səndən Kəmərliyə gedəcəm. Yəni ki, Kəmərli yenə şəhid anasını necə lazımdır elə qarşılayacaq. Eşq olsun şəhid analarına. Şəhid analarına hər birinizə bir minnətdaram. Təşəkkür edirəm gəlişiniz üçün. Çox var olun. Sizin də tərbiyələriniz çox samballı, çox möhtəşəm olur. Yəni nəzərə alaq bir şəhid anasına, bir qaziyə və belə söz veriləcək. Ailə şirin buyursun. 1-ci Qarabağ müharibəsinin o qanlı tarixinin canlı şahidi, qəhrəman Ailə Şirinova. Hamınızı salamlayıram. Bu əskərləri gördüm, öz əskərlərim yanıma çıxdı. Sizin bizdən fərqiniz, bir xoşbəxtliyiniz var. Yəni siz hər gün tərbilərlə iştirak edirsiniz. Amma biz çox qəflətən yaxalanmış bir insanlar idik. Yəni bu müharibəyə heç bir hazırlığımız yoxdur. Allah sizə can sağlığı versin, çox böyük ordularda xidmət edin. Bu forma bilirsiniz sizə niyə verilir? Başqalarına fərqlənmək üçün. Çox şərəflə daşıyır bu ünlüyü. Və Allah sizə də qismət eləsin, o mündürün içində qocalın, sağ-salamat və təqaüdə çıxın. Fəxriyə ana dedi ki, Yunus bir ömürdür, gəldi, keçdi. Xeyr. O şərəf yolunu keçən insanlar elbili gəlib keçdir. Onlar tarixdə qalır. Onlar yandaşlarda qalır. Ola bilsin ki, şəhidlərin adı ayrıdır.
Yunis'ti, Zavurdu, Qulandı, Rəfaildi. Amma bu şəhidlərin hamısının əməli eyni. Eyni yol qət ediblər, eyni düşüncəni görüşüblər. Bu xalq üçün, bu millət üçün, namus üçün, qeyrət üçün, şərəf üçün görüşüblər. O şərəfli yolu getmək hamıya nəsib olur. Əslində bir şey qəlbimə dəydi, deməsəm olmaz. Gülü xanım dedi ki, bu kitab şəhid ailəsinin öz vəsaiti hesabına çıxır. Niyə? Nədən? Biz haradaydik? Bizlər haradaydik? Biz əgər deyilsə, bütün şəhidlərimizin, bütün şəhid valideynlərinin yanında olmalıyıq. Mən deməsəm olmaz. Ey şəhidin anası, çıxar qara libası. Səndən başlayır vətən, səndəndir ölümcən. Şəhidimin anası, sənsən qeyrət qalasan. İllər boyu gah səni Həcərə bənzətdilər, Nigara oxşatdılar, Sara xatın Nüşabə Qurlaya bənzətdilər. İndi daha başladır bu meydanda analar. Cavanşirin lalə tək bircə gül anası var, Eldarın tərvan kimi bir tərvan anası var, Rəfiqənin yox dərdi, Gültəkin yarası var. Səfir şəhidlərim, vətən boyu, el boyu, çoxu görə bilmədi, bəxt üzüyü, yar toyu. Onlar sevib ölüblər bu vətənin daşını, sən də dik tut başını, sil gözünün yaşını. Ey şəhidin anası, çıxar qara libası. Bu elin, bu torpağın hələ çoxdur davası, hələ çoxdur davası. Allah sizləri müharibələrdən, olsa hamı bilir ki, Azərbaycan xalqı, Türk dünyası həmişə sülhün yanında olur. Hətta dünən biz bir Türk müvəllisinin konsersindeydik, orada bəzi qadınlar oradan belə bir ifadələr işlətdi ki, yox biz bir avana da getməliyik. Mən çünki dedim, dəzən siz şəhid verməmisiniz. Bizə Qarabağ lazım idi, 30 ildən sonra da olsa, bax bu Mərdoğulların sayəsində bu Qarabağı almışıq. Deməli, fəxri vətəndaşlarıq. Deməli, alnı açıq, yüzü ağ, bütün dünya xalqlarının içinə çıxa biliriksə, bizə bu da bəsdir. Allah sizə can sağlığı versin, şəhidlərimizə məramət edin. Təşəkkür edirik Ayda xanım. Mən yenidən kitabla bağlı mövzuya qayıtmaq istəyirəm. Çünki bugünkü toplantımızın məqsədi Əvəz Şuşa Fatihi Yunis Səzov kitabıdır. Gülü xanım kitabın texniki tərəflərindən danışdı, necə keyfiyyətli çap olunmağında. Mən yaradıcı tərəfinə toxunmaq istəyirəm, bir qədər kitaba nəzər yetirək ki, çox rahat şəkildə varaqlayarkən buradakıların canına şahid olacaq. Kitabın önündə Yunis Kəzovun həyat yolu var, yəni belə deyək ki, dosyası yer alıb, tam-tamına həyatı əks olunub. Kitabda nəsr və nəzm nümunələri var və xüsusi olaraq diqqətimi çəkdi, onun həyat yolunun əks olunduğu fotolar, an-ba-an burada öz əksini tapıb. Və eyni zamanda ailə üzvlərinin dilindən şeirlər var ki, Fəridə xanım, mən az öncə bizim Güllü xanım təqdim etdiyi valideynləri, eləcə də Yunisin ailə üzvlərini, həyat yoldaşları və oğlum, mən Əli Paşa, mən qəhrəman oğluyam adlı şeiri səsləndirəcəm və istəyirəm belə Əli də bizi diqqətlə dinləsin. Allah xoş müjdə verdi, ailəyə körpə gəldi. Körpənin gəlişi ilə hər kəsin üzü güldü. Sevindi ata, ana, sevindi nənə, baba. Görüb bəxtəfər olsun bu şirin şəkər bala. Sevinirdi Yunis də, qəlbindən arzu keçdi. Körpəsi qucağında gözəl bir ad da seçdi. Əli dedi oğluna, onu belə çağırdı. Ürəyinə sevincin göz yaşları damırdı. Atasına oxşuyur bu çiçək şirin bala.
Allahdan arzumuzdur, heç vaxt görməsin bəla. Müharibə gözyaşı, fəlakətdir, ağrıdır. Vaxtsız gedişin Yunis, ürəkləri ağrıdır. Tariyə bax şəklinə, ata deyir uşağın, əbədi sevinmədi o atalıq qucağın. Axı, 4 ay nədir ki, əli atasız qaldı. O məsumun baxışı ana qəlbini dəldi. Yenə şükür Allaha, evdə çırağın yanır. Əli rəsmin önündə elə hey səni anır. Əli daha danışır, anasına həyandır. Körpəcə ürəyinə gör nələr əyandı. Bağlıdır yurt yerinə, məzarına baş çəkir. Hər gəldikcə üstünə təzə çiçəklər əkir. Sevir nənə babasın, qucaqlayır boynunu. Əli istiqanlıdır, göstərir öz soyunu. Bağçaya gedir Əli, necə şeir öyrənib. Siz bilsəniz balaca necə şeir öyrənib. Şeirləri vətəndən, döyüşlərdən danışır. Gözləri gah yol çəkir, gah da yola qarışır. Ağıllı və zirəkdir bizim Əli Paşamız. Qəhrəmanın oğludur, quzum Əli Paşamız. Hər yandan qayğı görüb, böyüyür Əli Paşa. Soy kökündə igidlik, öyünür Əli Paşa. Min budaq olsun Əli, gül çıraq olsun Əli. Dağlar dayağı olsun, bayraq mayalı olsun. Gəlin Əlini almışlar. Vətənimizə, millətimizə, xalqımıza xeyirli, layiqli yollar olsun və hər zaman baxaq deyək igid qardaşımız Yunisin oğludur Əli və İnşallah ki, bu şərəfli adı hər zaman daşıyacaqlar. Yeri gəlmişkən, mən bu məqamda bizim müharibənin canlı şahidi, polkovnik, Qazaxlımız, dəyərimiz Eldəniz Namazova söz vermək istəyirəm. Eldəniz bəy, buyurun, söz sizdədir. Mən düşünürəm ki, danışmaq haqqı olan, söz demək haqqı olan insanlardan, öndə dayananlardan biri də sizsiz. Buyurun. Əziz təbdil iştirakçıları, dəyərli qonaqlar, ilk öncə mən hamınızı salamlayıram. Belə bir deyim var. Deyir ki, şəhidlər vurulanda yox, unudulanda ölürlər. Bu kimi tədbirlər, bura yığılan sizlər, bizlər və bütün Azərbaycan xalqı, o böyük millətimiz, şəhidlərimizi unutmayan millətimiz var olsun və bu bizə böyük bir rahatlıq verir ki, sizlər varsınız, şəhidlərimizi unutmursunuz, şəhidlərimizi yaşadırsınız, qazilərimizin yanındasınız. Bugün biz bura təkcə bir kitabın təqdimatına yığışmamışıq. Eyni zamanda bir vətən fədaisinin, bir igidin, döyüş sahəsində düşmənə öz sözünü deyə bilən bir qəhrəmanın qarşısında baş əymək üçün qırılmışıq. Yunis Kazımov döyüşdə ən ağır durumda, ən çətin vəziyyətlərdə Azərbaycan xalqının, Azərbaycan ordusunun, Azərbaycan əskərinin, zabitinin gücünü göstərən, düşmənə layiqli cavabını verən bir oğullardan, bir döyüşçülərdən oldu. Yunis qardaşımı mən 4 il ilə artıq tanıyırdım. Bir yerdə xidmət edirdik. İnsan xidmətə ilk başladığı vaxtlardan artıq tanınmağa başlayır, özünü göstərir. Zabit olsun, əskər olsun, fərqi yoxdur. Ona baxanda onun o gözündəki qığılcımlar, o ürəyindəki vətən sevgisi bunun gələcəyini müəyyən edir. Yunis də məhz belə bir oğullardan idi. Bizim üçün qəhrəman, bizim üçün şərəfli Azərbaycan zabiti adını layiqlə daşıyacaq bir oğullardan olduğunu elə əvvəldən görürdük. O kitabı səhifələdikcə siz rast gələrsiniz. O kitab təkcə bir səhifələrdən ibarət deyil. Hər
səhifəsində Yunisin nəfəsi var. Hər səhifəsində onun şücaəti var. Hər səhifəsində onun gələcək Azərbaycan əskərinə, Azərbaycan döyüşçüsünə, hər bir Azərbaycan oğluna nümunə olacaq onun haqqında bəhs edilmiş sözlər var. Mən Yunisi təkcə 2022-ci ilin sentyabr döyüşlərində görmədim, şahid olmadım. Eyni zamanda Yunislə mən 44 günlük savaşda bir yerdə oldu. Həqiqətən bir qəhrəmanlıq nümunəsi. Bilirsiniz, insanın qəlbinin dərinliyində olmalıdır. Hər kəs yaşaya bilər, hamı yaşayır. Amma hər kəs vətən uğrunda ölməyi bacarmaz. Yunis kimi oğullarımız məsələ oğullar idi. Hansı ki, vətən sevgisini ürəyində daşıyırdı. Vətən dərdinə söykənərək, vətənin, millətin, torpağın azadlığı uğrunda addım-addım düşmənə qalib gəlməyə çalışırdılar. Bizim Yunislərimiz, bizim mühitlərimiz, bizim digər şəhidlərimiz, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onlar təkcə döyüş meydanında deyil, ilk addımlarını hərbidə atdığı gündən bir-bir öz əməlləri ilə, öz xidmətləri ilə düşmənə qalib gəlməyi bacaran oğullar idi. Son ana qədər də Yunisi ayaqda saxlayan həmin o vətən sevgisi idi. Mən şəxsən fəxr edirəm. Fəxr edirəm ki, elə bir oğullarla bir yerdə xidmət eləmişəm, çiyin-çiyinə döyüşmüşəm. Döyüş sahəsində biraz fərqlidir. İnsan başqa fikirləşir. Yəni, hər adam sonu deyil, nəticəni fikirləşmək qabiliyyətində olmur. Sırf qəhrəmanlara aiddir bu xüsusiyyət ki, onlar öz həyatlarını deyil, onlar vətənin, milləti, döyüşün gedişatını, döyüşün nəticəsini düşünən oğullar idi. Yunislə elə bəlkə də şəhid olmamışdan 2-3 saat qabaq da ünsiyyətdə olmuşduq, söhbət eləmişdik. Və bilirsiniz, o insanlar seçilmişlərdir. Və demək istəyirəm ki, biz onları əsla itirmirik ya. Biz elə həmin döyüşdə, həmin anda, məsələn, Yunisi itirmədik. Biz bir xalqımıza, Bakı xalqımıza bir Yunis qazandıq, bir qəhrəman qazandıq. Gələcək nəsillərə, gələcəyin zabitlərinə, örnək, nümunə olacaq bir əsl vətənpərvər zabiti qazandıq. Hansı ki, tarix yaşadıqca onlar yaşayacaqlar. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə Allah can sağlığı versin. Onlar öz döyüşləri ilə, onlar döyüş sahəsində öz sözləri ilə gələcəyimizə bir ümid, bir necə deyim, gələcək oğlanlarımıza bir nümunə olaraq qaldılar və tarixdə də elə yaşayacaqlar. Azərbaycan xalqı yaşadıqca, Azərbaycan tarixi durduqca, bu millət var olsun, bu millət yaşadıqca bizim şəhidlərimiz heç vaxt ölməyəcək. Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar. Və gələcəyin zabitlərinə də bizim Yunislərimiz əminəm ki, nümunə olacaqlar. Bir daha tədbir iştirakçıları hər birinizə özlərinin təşəkkürünü, minnətdarlığını bildirirəm. Şəhid ailələrinin, şəhid analarının qarşısında baş əyirəm. Onlar bizim fəxrimizdir, onlar bizim qürurumuzdur, onlar bizim başımızın tacıdır. Elə də olacaq. Diqqətinizə görə minnətdarım. Təşəkkür edirik. Çox sağ olun, minnətdarım. Və əziz tədbir iştirakçıları, təbii ki, şəhidlərimizin yaşaması üçün, onların təbliğ olunması, gələcək nəslərə ötürülməsi üçün böyük işlər görülür və görüləcəkdir. Onlar haqqında Azərbaycan telemekanında müxtəlif televiziya kanallarında süjetlər hazırlanıb, verilişlər təqdim olunub. İndi bu monitorda biz həmin süjetlərdən Dövlət Televiziyasının hazırladığı süjetlərə, reportajlardan bir neçəsini izləyəcəyik. Bugün sənin doğum günün. Şöyle bayraq taxan oğlum, anan sana qurban olsun. Doğum günün mübarək olsun. İki arzusu
barədə ordumuzun zabiti Yunis Kazımovun vətən torpağında şəhidlik zirvəsini ucalmaq. Birinci arzusundan vətən müharibəsində çatdı. 44 günlük müharibədə əvvəldən sona qədər iştirak etdi. 2 dəfə yaralansa da Şuşaya qədər döyüşdü. Bir dəfə Zəbrayılda yaralandı. Onu da biz sonradan bildik, bilmirdik. 2 gün müalicəni təzə uzatmışdı. Zəbrayıl, Hadrut, Xocavənd, Qırmızı Bazar, döyüş yolu buradan başlayıb Daşaltı, Şuşa. Şuşada da bir dəfə yaralanı var gördü. Axıra kimi gedib Lənət komandir oldu orada. Şuşaya bayrağı taxan da orada da çəkiliş də var, səsi də var. Azərbaycan bayrağı Şuşa parlamentində dalğalanır yoldaş. Sənatlı qüvvələr növbət tapşırığını yerinə yetirdi. 6 illik xüsusi təyinatlı qüvvələrin tərkibində idi. Baş leytenant rütbəsində bu il sentyabrın 12-14-də düşmən təxribatının qarşısını alarkən şəhid oldu. Bu da bir hərbiçi kimi onun ikinci arzusuydu. Deyirdi ki, yəni o böyük bir şərəfdir ki, o vətən uğrunda öyle bir şəhidliyə yüksəlir, o zirvədədir, kəş deyirdi hamımız o zirvə. Yəni həmişə belə sözlər ifadə edirdi. Arzusuna çatdı, şəhidliyi. Mən elə onu ancaq belə ölüm yaraşdırırdım. Doğum günündə məzarı ziyarət olundu Yunisin. 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan ateşkəsi tez edib olan düşmənin atdığı güllələrin səsi altında intiqam hissi ilə böyüyüb. Yəqin ki, elə bu da onu hər sahəsinə gətirir. Yunis uşaqlığından fərqlənən şagird idi. Ta ki, mən onu yuxarı siniflərdə hər dərslərini keçəndə o fiziki təlimlərdə də, silahlı təlimlərdə də, hər bir oyunlar həmişə fərqlənirdi. Hamı onun haqqında fəxrlə danışır. Deyirlər ki, Yunis Kazımovun vətən müharibəsindəki qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilir. Ordeni, eləcə də Cəbrayıl, Şuşa, Xocavəndin azad olmasına görə medalları ilə təltif edilir. Atasının qəhrəmanlığı cəmi 4 ay əvvəl doğulan oğlu üçün də qürur mənbəyi olacaq. Atasına və vətənə layiqli övlad kimi böyüyəcək. Mən də sizə dağılacam. Ehtiyatda orada şey yaxşı var. Ahmet Nəmiyev, Nuran Mustafa, ASTV Xəbər. Növbəti sujetimizdə sentyabr şəhidlərindən biri Yunis Kazımovdan bəhs oldu. Əməkdaşımız Ayşən Cümbüşova şəhidimizin xanımı ilə həmsöhbət olub, onların dillərə dastan olan sevgi hekayəsini qələmə alıb. Bəzi atalar varlığı ilə də yox kimidir, bəzi atalar yoxluğu ilə də yox. Mən də sizə dağılacam. Ehtiyatda ol, o şey yaxşı var. İnşallah qayıdacam çalması. Baş leytenant Yunis Qasımoğlu Kazımov. Bu, onun son səsli mesajıdır. Tutuşa yaxşı bax deyir yarı zöhrəyə. İri zöhrəni ondan ayıran sadəcə cismidir. Bir-birlərini ta uşaqlıqdan tanıyıblar. Onunla tanışanda gözlərinin içi gülür. İstiqanlı, mehriban, ailəcanlı, böyük kiçiyə hörməti bazaran, alicənab. Yəni, bir kişidə görmək istədiyiniz nə varsa, müsbət xasiyyətlərin hamısı Yunisdə belə bir, o deyirlər, ideal insan yoxdur, həqiqətən də o ideal beydir. Əsl, elə, Azərbaycan olduğu, əsl qeylətli, nə bilim, elə bir insan yox idi ki, məsələn, ondan inzikim olsun, onun Yunisin ona pisliyini dəysin, elə bir insan yox. Bir vaxtlar zöhrənin tək sirdaşı olan Yunis, indi onun ürəyinin qoru, saçlarının dəri, alnının qırışıdır. Xanımı onunla son görüşlərini belə xatırlayır. Sayniçdir, belə, yenə əli ucu qalxmışdı, əli ilə görüşdü, mənlə görüşdü. Belə həmişəki kimi də, həmişə evdən necə gedirdi, elə getdi. Həmin gün təlimə gedəcəyini bilmirdi. Sonra çıxdı, getdi, ayın 12-si gündə qədər danışdı. Saat 12-nin yarısına kimi, elə xırıcımız yarısı olub.
Sonradan ayın 13-cü günü saat 5-in yarısı şəhid oldu. Baş leytenant şəhid Yunis Kazımovun Şahinlik Əlinin adının yanında daim daşıyacağı qürur dolu bir sürət. Atası şəhid olanda o həm, atasının onunla bağlı arzuları indi qeyd formasında qalır. Deyir, yazıb balama arzularım oldu dedikcə mən yazdım da. Balam xoşbəxt olsun, balam heç kimə möhtac olmasın, əl açıq olsun, imanlı olsun, sağlam olsun, məsələn, belə-belə. Axırda vərəqin sətri qutardı. Dedi, yaz, balam atalan alı böyüsün. Ermənilərin 2022-ci ildəki sentyabr təxribatında Yunislə çiyin-çiyinə döyüşənlərdən biri də oldu. O, döyüş yoldaşının şəhadət il dönümündə onu ziyarətə gəlib. Yüksək keyfiyyətli bir şəxsiyyət olmağı ilə bərabər eyni zamanda da vətənin izzətini, dövlətin bayrağını sevən xüsusi təyinatlı qüvvələrin zabiti idi. Bizi üçün həqiqətən Yunisi itirmək çox ağırdır. Yunis həmçində Yunis kimi döyüş yoldaşlarımızı itirmək çox ağırdır. Şəhid Yunis Kazımov Vətən müharibəsində də canla başla iştirak edib. Cəbrayılın, Hadrutun, Xocavəndin, Qubadlının, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Şuşa Fatihi, igid, mərd qardaşımız Yunis. Bugün şəhadətinin il dönümüdür. Ruhunuz şad olsun, qanlıyıb, igid qardaş. Ayşən Cümşudova, Almanbət Nəbihi. Teşekkür edirik. Şübhəsiz ki, Yunisin ruhu şaddır. Çünki onun əmanəti, övladı etibarlı əllərdədir. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Qəzlərimizə can sağlığı arzuyor. Sıçın söz Vali Nəsibova verilir. Vali müəllim buyurur. Sizi eşidək. Güzel mühendisi, şahit safra. Konularda ötürü danışman çok ağır danışman. Ve Yunis'in hem şarkısı sizin şu şairiniz, jurnalistiniz, publisiniz, şahsının şairlerinin Allah'ın öğrenmekten size sözümle başlamak istiyorum. Ürək bir qaladır, min arzu yatır. Hər yolun yolcusu dalaşa bilməz. İnsan var, ölümlə muraza çatır. İnsan var, ölümə yanaşa bilməz. Ölümdən o yana başlanır həyat. Ölümdən o yana həyat var, lələ. İnsan nəzara da vurulsa heyhat, dünyanın əlindən qurtarmır hələ. Ölümdən o yana başlanır ad, san, ölümdən bu yana qalır qizcili. Ölümdən o yana anılır insan, yaxşı kimi, pis də pis kimi. Hər neçə imtihan gözləyir bizi. Hələ neçə imtihan gözləyir bizi. Bundan alnı açıq çıxasan gərək. Ölümdən o yanı cığırır izi, ölümdən bu yanı salır. Demək. Doğrudan da bizim hörmətli dostumuz İgid Polkovnik Eldəniz Namazovsunda gözəl bir söz işlər. Biz dedi, Yunis şahit olanda Yunis'i itirmədik. Həm də bir Yunis qazandı. Doğrudan da Aslan Kəmərli demiş. İnsan var, ölümlə muraza çatır. Bax, belə ölümlə. Ki, sən təkcə o
bu dünyada yaşadığımız ömür vaxtı yox, həm də ölümündən o yana yaşayasan, əbədiyyət qazanasan və səni bütün xalqın tanır. Yunis şəhid olmasa, Allah ona qəni-qəni rəhmət eləsin. Tək ki, olmayaydı, biz onu tanımayaydıq. Tək ki, o əli balasını, Zöhrə qızımızla bir yerdə, Qadıya anamızla bir yerdə. Qasım qardaşım elə yanımda olaydı, gedəydi işinə gələydi. Biz tanımayaydık Yunisi. Amma Yunis, mühit, bütün burada iştirak edən analarımızın, şəhid analarımızın qarşılığını başlayır. Onlar elə oğullu oldular ki, onlar özlərini də tanıtdılar, analarını da, vətənini də, atalarını da, torpağını da. Şahin Əzaqlı yazır ki, hər aşiqə aşiq demə, aşiq yana gərək. Hər alimə alim demə, alim qana gərək. Hər gözəldə ağıl olmaz, hər söz şirin nağıl olmaz. Hər doğulan oğul olmaz, doğan ana gəlir. Bax, siz elə oğullar doğdunuz, analar. Sizin qarşılıqda başlayın. Bugün əsas tədbirimiz mənim əziz bacım, Vərdə xanımın zəhmətinin bəhrəsi olan bu kitabın təqdim etmə tədbirinə girişmişim. Doğrudan da kitaba baxırsa göz oxşur. Bu kitab deməli əllər də gəzəcək. Bu kitab gənclərə nümunə olacaq. Şəhid Fərdə İlhanla biz 90-cı ildən, 91-92-ci ildə Qazaq Xeyriyyə Cəmiyyəti yaranıb. Onun Dəliköy qəzetini biz təsis edəndən sonra bir yerdə çalışmışıq. Fərdə İlhanla baş redaktoru Fərdə Məsul çağırır. Biz də o zaman o kəməri cəmaatından bir yerdə, Qazaq cəmaatından bir yerdə o Dəliköy qəzetindən uçmuşuq. Əlimizdə onları çap edib, həftədə 4 dəqiqə varmışıq bu səhiyələrdə. Fərdə xanımın bu sahədə ümumiyyətlə çox gözəl qələmi var. O həm şairdir, həm publisistdir, həm filologiya üzrə fəlsəfə doktorudur, alimdir və heç zaman belə insanlara, belə bizim şəhidlərimizə, elə Qazanın ilk şəhidlər kitabında şəhidlərin hamısının həzr olmuş kitabı da bunların şəkilləri qısa tərcüməyə olub, hər roman yazıb, çap edib bu Qazaq Xeyriyyə Cəmiyyətinin dəstəyinə. Mən Tamila xanımı salamlayıram, xoş gəlib deyirəm. Tamila xanımla Fərdə xanımın dostluğundan çoxdan xəbərim var. Yadi tanışıydı, bir dəfə də Türkiyədən telefonla danışmışıq. Amma elə bir görməmişdik, ona görə Fərdə xanımla onu bir yerdə işləməyin, mən şahidiyə danışam. Mən bu kitabın hədisəyə gəlməyində mənim əziz qardaşım, Qazaq Xeyriyyə Cəmiyyətinin fəal üzvü, elimizin qurbanımızın dəyərli oğlu, Fərman Qəhrəmanova, nəinki təkcə bu kitabın çıxmasında bayaq deyil ki, yəni ev sahibi öz hesabına, amma mən bilirəm ki, o belə böyük hesabda olmayıb, çünki Fərman Qəhrəmanov onun öz deməli hesabına, onun 90% onun özün hesabına ərsəncəlir. Çünki Fərman Qəhrəmanov həmişə belə xeyrxar işlərlə məşğuldur. Ona görə ona təşəkkür edirəm. Və sizlərə təşəkkür edirəm. Yunis, nəinki Yunis, nəinki mühit, yerə deyirəm ki, ancaq ölümündən o yana onların daha şəffaf, daha parlaq həyatı başlayır və onlar heç vaxt unudulmayacaqlar. Hamıza təşəkkür edirəm. Allah mənim rəhmət eləsin. Yunisimizə və Fərdə xanıma da təşəkkür edirəm bu gözəl kitabı yazdılar. Sağ olun. Təşəkkür edirik. Sağ olun.
Və təbii ki, söz demək istəyən qonaqlarımız çoxdur, biz çalışacağıq xətt etsinlik, amma rica edək bir çıxışlarımızı qısa edək ki, hər kəsin növbə düşsün, belə deyim. Elimizin obamızın biz yalısı Rafael müəllim İncəgül buradadır. Böyük məmnuniyyətlə mən sözü Rafael müəllimə vermək istəyirəm. Buyurun Rafael müəllim. Təşəkkür edirəm qardaşı. Əslində, yəni burada, indi mən bir söz demək təmannam yox idi. Əslində, ehtiyacım için sözümün doğru olsa da, yəni əslində ev sahibi qismində Yunus'un elə də nə mənədə, həm elə genetik əmsil qismində təşəkkür sözünü dəqiqlərdim və həm də bu kitaba məsləhətçisi olan xüsusi canpəşanlıq göstərən, yardım göstərən Qalib Rəhminin bir qohulu kimi bir daşı oğlu kimi həm də onun bir salonunun təşəkkürünü bu möhtəşəm, bu mötəbər zala çatdırıb özü burada olmadan bu kitabın növbəti təqdimatı qabaqda olaraq evimizdə obamızda yəni ki daha başqa bir, daha bir sızaq, daha ulusal bir formatda, məkanda Qalib orada iştirak edəcək və doğrudan Fəridə xanım şəhidlər haqqında yazılan kitabların belə bir müsabiqə aparılsa ki ən çox kim yazıb hesab edirəm ki Fəridə Laman orada qalib ola bilər. Fəridə xanım çox sağ olur. Və bizim hamımızın sevgilərlə sosial şəbəkədə əlaqə yaratdığımız və bir gün ayağını tanış olduğumuz Tamira xanım, siz var olun. Sizin ürəyinizdəki yurda, elə boya Azərbaycanımıza və xüsusilə Azərbaycanda da bir Qazaq bölgəsində olan dostlarınıza, insanlara o tərəfə olan xüsusi sevginiz, saygınız bizi fərəhləndirir. Buna görə sizə təşəkkürlər. Gülü xanım çox sağ olun. Gülü xanım siz bəyalı bir tarixi çıxış elədiniz. Doğrudan. O tarixi çıxış elədiniz, o şəhidimizin, bizim əzizimiz, həm də bizim öz qorxumuz, doğmamız anasını, o şəhidimizin ömür gün yoldaşını elədiniz, o gözəl oldu çıxış, o təqdimat, o inandığı sözləriniz bizim yaddaşımızda həmişə qalacaq. Elə həmin episoda görə sizə məxsus təşəkkürlər var olun. Yunus haqqında dediklərimiz var, sözlərimiz var. Burada oturup bizim dostlar, tanışlar, Müzəffər Müralay, burada doğrusu dostlarımız da hamımızın körük sözlərimiz o kitabda var. Mənim də var. Amma biz onu deyim ki, Yunus Kazımov adı qoyulan Yunus Kazımovun nəvəsi kimi mütləq qəhrəman olmalıdır, mütləq şanlı şöhrətli olmalıdır, igid olmalıydı. O kök üstündə bitər deyirlər. O tarafı elə bir taraflar ki, nə ki Qazaxda, Gəncə basarda, heç çox yerlərdə. Çünki Yunus sahələrdə Sabirabadda, Aran oyunlarında da işləyib. Harada işləyibsə də, o kişinin yaddaşı, portreti insanların qəlbində, yaddaşında elədir ki, əzəlidir, əbədidir. Sözün həqiqi mənasında köhnə kişi. Əsl köhnə kişi kimi gəldi, yaşadı, doğuldu, getdi və Qasım kimi övlad, adaşı kimi bir oğul qoydu, getdi Azərbaycanımıza. Davamlı, əbədi bir əbədiyyət qazandıran, şöhrət qazandıran, biz Allahın verdiyi ki, ömrümüzü yaşayırıq, o isə əbədiyyət ömrünü yaşayır və həm də bizim əbədiyyətimizi yaşayır. Hamımızın başımızın uzalığı, dilimizin uzunluğudur. Bir daha hər birinizə təşəkkür edirəm. Mən Yunus balamı əbədiyyətin var olsun deyirəm. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Əziz tədbir iştirakçıları, tədbirdə şəhid ailələri var, şəhid anaları var. Hər birisini qarşıda belə baş verir. Qubadan, Ağstafadan, Bakıda yaşayan şəhid anaları buradadır. Hamınız diqqətimizdəsiniz, hamınıza minnətdarıq. Sonda bütün şəhid analarını burada dəfət edəcəm ki, dünyaya qəhrəman gətirən oğulların anasını tanıyın. Deməli, rəhmətlik Yunus dayı, adı bəlli, tanınan kişilərdən olub. Tək Qazaxda yox, Azərbaycanda. Gözəl də qələmi olub, özü şeir yazıb və o qədər yayılmayıb. Yəni, bu da baxda, kiminsə şairliyi üzə düşər, kiminsə düşməyər. Elə də oğlu Qasımın gözəl şeirləri var, Qasım müəllimi. Və bu, bəzən deyirlər, dərd adamı dilləndirir. Yunusun şəhid olmağı Qasımın yaradıcılığını Qasım qardaşımın ortaya gətirdi və çox yanıqlı şeirlər yazdı. Sərdən Qasım qardaşa deyirəm ki, sözdür, deyir, mən söz deməyəcəm, istəmirəm demək.
Ancaq mən istərdim ki, Qasım qardaşın sözlərini elə video çarxdan izləyim. Aziz dinləyicilər, bu şey 13 sentyabr 2002 şəhərə ürəyinin fəryadını, qəlbinin arzuğunu yaşlı misralara kötürmüş. Şəhidimiz, başımızın Hacı Yunus 44 günlük müharibə dövründə şücaətlə vuruşmuşdur. Füzulinin, Hadrunun, Cəbrayilin azad olunmasında o tamamlayıcı hizmət etmiş, onun rəhbərlik etdiyi qrup 2020-ci ildə noyabrın 6-sında Şuşa parlamentində ilk bayraq sandan döyüşlərimizdən biri də birincisi olmuşdur. Yunus göstərdiyi şücaətə görə 2020-ci ildə Azərbaycan bayrağı ordeni ilə son döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə 2022-ci ildə ölümündən sonra rəşadət ordeni ilə təhvil olunmuşdur. Yunus ilə birgə bütün şəhidlərimizə həsr olunur. Allah bütün şəhid atalarına səbr versin, şəhidlərimizin ruhu şad olsun. Sultanım paşam ol, sanki bir uşam ol.
yanda sal ya, arkasını qaldığımı mən kimdən danıb düşməni əzən Yunis, qartal tək süzən Yunis, kafasına od qoyub cənnətdə gəzən Yunis. Qasım müəllimin hissləri, Qasım müəllimin bəyəninin gücü, övladıyla bağlı aslının sətir-sətir, söz əks olunduğu misralar Aşıq Raminin dilindən səsləndirildi. Aşıq Raminə də təşəkkürümüzü bildiririk və bu tədbir, bu toplantı belə bir notlara köklənib ki, insan həyəcanından, həm də qürurundan bəzən susmağı sindik bilir. Bəzən sazın simləri danışsa daha gözəl olur, necə ki, az öncəki çıxışda biz bunun şahidi olduq. Təbii ki, az öncə Gülü xanım da dedi, söz demək, danışmaq bu mövzuda hər kəsin deyiləcək sözü var. Çünki biz Vətən müharibəsinin canlı şahidləriyik, bu tarixanların şahidləriyik və bir də müharibənin mərkəzində, müharibənin iştirakçısı olan şəxslər var. Yunisin döyüş yoldaşı bizimlə birlikdədir. Ehtiyatda olan kapitan Toğrul Məmmədov. Buyurun. Elə mən indi bildim ki, Toğrul Məmmədov bu qardaşdır. Tədbir başlayandan göz yaşlarına hakim ola bilmirəm. Yəqin ki, Yunislə keçdiyi o gün, o anlar, an-ban, kinolent kimi gözünün önündə canlandırdı. Buyurun, Toğrul, söz sizədir. Əziz tədbir iştirakçıları, əziz şəhid ailələri, ilk öncə dəyərli vaxtını istər edib cəmliyini üstür sizlərə öz təşəkkürümü bildirirəm. Bəli, həqiqətən çox çətindir bu Yunis haqqında nəsə demək, danışmaq. Onun yaşadığımız döyüş yoldaşı kimi onunla bir yerdə keçirdiyimiz illərdən danışmaq həqiqətən çox çətindir. Buna görə üzr istəyirəm birinci. İlk növbədə kitabın ərsəyə gəlməsi ilə əməli olan hər kəsə öz təşəkkürümü bildirirəm. Bu təkcə bir kitab deyil, bu gələcək nəsillərə ötürülən bir mesajdır. Bir mesajdır ki, vətən qarşısında öz borcunu qanı ilə ödəyən, şəhid olan, canından keçən insanlar olduğu və əziz xatirəsi yaşayır. Bəli, biz onları yaşatmalıyıq və gələcək nəsillərə ötürməliyik. Heç bir kitabda, filmlərdə görünən qəhrəmanlar kimi yox, hal-hazırda qarşınızda gördüyünüz Yunis Kazımov kimi insanlar bizim əsl qəhrəmanlarımızdır. Yunisin həyat yolu, döyüş yolu, burada gənc zabitlər, kursantlar əyləşib onlara örnek olmalıdır. Daim o örnek kimi öz xidmətlərini təşkil etməlidirlər və yeri gələrsə canından keçməyi, özlərinə vətən borcu bilməlidirlər. Yunis Kazımov mən 2016-cı ildə bir döyüşlərindən sonra tanımışam. Yunis sanki simasında nur saçırdı. Onun şəkillərinə baxanda da, Yunisi tanımayan şəxslər də görər ki, Yunisin üzündəki o nur hər tərəfə yayılırdı. Gəldiyi gündən döyüş yoldaşları arasında, komandirlər arasında özünə çox böyük hörmət qazanmışdı. Təlimlərdə iştirakında öz mərdliyi ilə, cəsarəti ilə hamı tərəfindən çox sevilirdi. Bugün Yunisin yoxluğu, şəhidliyi bütün bir millət üçün, xalq üçün böyük bir qürur olsa da Yunis sevənlər üçün, Yunisin ailəsi, əzizləri üçün böyük bir dərddir. Onun yoxluğu heç vaxt əvəz olunmaz. Mən artıq söz deyə bilmirəm. Buna görə də mən üzrü hesab edərsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Başqa şəhid anaları var burada. Onlara bir daha təşəkkür edirəm. İştirakına görə öz dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çok sağ olun. Biraz sağlıqlı, doğru qardaşımız, iştirakınız üçün, çıxışınız üçün minnətdarlıq. Buyurun. Çox sağ olun, təşəkkür edirəm Mesut müəllim. Mən indi sözü Qasım müəllimin ailəsi adından, Qasım müəllimin öz adından, qohumu Adil müəllimə vermək istəyirəm, Adil müəllimə vermək istəyirəm. Bir-iki kəlmə deyərdiniz, buyurun.
Əziz və dəyərli tədbir iştirakçıları, birinci ailəmizin adından, nəslimizin adından, kökümüzün adından, sonra bütün Kəməli cəmaat adından, yəqin ki, icazə verərlər Qazaq cəmaat adından, bu kitabın buraxılmasında zəhməti keçmiş, buna ərsəyə gətirmiş hər bir insana öz minnətdarımızı bildirmək istəyir. Sizin bu məclisə gəlib, burada iştirak etdiyiniz üçün, Yunisin bugünkü anım gündə iştirak etdiyiniz üçün hər birinizə minnətdarım bildirir. Məndən öncə çıxış edən natiqlər çox gözəl çıxışlar etdilər, hər şey dedilər. Amma yadınıza salmaq istəyirəm ki, Yunis Qazağın Kəməli kəndindəndir. 20-ci əsrin əvvəllərində baskınlara məruz qalmış, yolların qarşısına çıxmış ulu babalarının davamlısı olan Yunis, atasının gözünün qabağında polis nəfəri olaraq əlində adı çatan istifadə edərək kəmərlini, bağını sayımı, əks paranı qorunması hadisələrini görmüş Yunis başqa cür də ola bilməzdir. O bu cür qəhrəman olmalıydı və qəhrəman oldu. O bugün bütün Azərbaycan xalqının başını yüksəltdi, bugün bütün millətimizin başını yüksəltdi. Hər birimiz harda olmağımızdan asılı olmayaraq qalib ordunun, qalib xalqın nümayəndəsi olaraq özümüzü hiss edirik və bununla fəxr edirik. Mən də məndən öncə çıxış edənlər kimi Fəxriyə qızın başda olmaqla bütün şəhid analarına minnətdarımı bildirirəm ki, bu övladları bizə bəxş eləmişsiniz. Bunlar bu torpaqların alınmağında özlərinin canlarından keçərək torpaqlara alıblar və qəhrəmanlıq nümunələrini tarixə yazırlar. Adlarımla tarix yazmış bu gənclərin bizim üçün həm əzizi, həm canımızdan, qanımızdan olan Yunisi bugün iki hisslə xatırlayıram. Bir, fəxr duyuram ki, Yunisin əmsiyəm, fəxr duyuram ki, Yunis bizim nəslin nümayəndəsidir və çox dərin kədərlənirəm ki, Yunis bu günləri öz evladını, öz ailəsini tərbiyə edib, onları axıra çatdıra bilmək. Son söz olaraq dediyi atalar alıb böyüsün sözü, yəqin ki, Allahın onun bəxtinə yazdığı şəhidliklə möhrünü vurmuşdur. Əli balamız həmişə atalı böyüyəcək, başqalarından daha yaxşı atalı böyüyəcək. Çünki bu xalq minnətdar xalqdır, bu xalq bu şəhidlərini unutmaz və onların evlatlarına sahib çıxacaqdır. Sonda hər birinizə dərin minnətdarlıq bildirirəm və çox sağ olun. Sağ olun, minnətdarlıq. Deməli, belədir, hər kəsin qəlbində oldu. Təbrin sonu desək də, Adil Omarov döyüş yoldaşı, Akif Omarov çıxış etmək istəyir. Buyursun, Akif mənim. Dəyərli tədbir iştirakçıları, mən rəhmətli Yunisla bir yerdə xidmət etmişəm. Burada öncə Gözəniz bəy, Qavlı bəy onun döyüş yolundan bəhs etdi. Mən istərdim sizə Yunisin qeyri-rəsmi bir Yunus tanıdınız. Elə bir Yunus ki, onun simasında həqiqətən elə bir Yunus ki, onun həqiqətən simasında mələk nuru, Allah onu məsələ yaratmışdır. O insan nə bir pərişanlıq, nə bir əziyyət, nə bir çətinlik göstərməzdir. Açın, onu yalnız sağ-sağ tutarkən, var müxalistlik notlarda söhbətə başlardı, böyük kiçik yeri bilən qabiliyyətli bir Azərbaycan gəncini görürdüm mən. Ancaq bu ilə belə onun daxilində igid və təmhəlvər, peşəkar bir zabitin olduğu da hiss olunurdu. Hansı ki, o öz döyüşünlə onu bütün Azərbaycan xalqına nümayiş etdirdi. Danışmaq çətindir, çünki həqiqətən böyük bir şəxsiyyət barədə söhbət gedir. Ona görə istədim ki, hər birimiz onu qeyri-rəsmi həqiqətən Azərbaycan igidi, vətən qəhrəmanı kimi tanıyasınız. Çünki o buna layiqdir. Sağ olun. Çox sağ olun. Mən Gənclik Yardım Forumunun rəhbərliyi ilə, Müdafiə Nazirliyi ilə,
şəhid ailəsinə, Fəridə xanıma, kitabın çapında çox böyük zəhməti olan, əziyyət çəkən var. Mən deyərdim ki, bəlkə də bu kitabın araya yaxşı belə ortaya çıxması üçün fədakarlıq göstərən, yüksək səviyyədə olması üçün Fərman Qaramanlıya sonsuz təşəkkürümü bildirirəm. Bu kitabın vaxt arzuna görə kimə söz çatmadı, üzr istəyirəm. Tədbirin sonudur, heç kəs qalxmasın və şəhid anaları var tədbirimizdə. Onlara diqqət üçün hər birini burada görmək istəyirəm. Qəhrəmanlarımızın azması buyursun, gəlsin və sonda hamınızın bir ayaq üstə mən mahnı oxuyan deyiləm. Ancaq vallahi bu məmləri buraya gətirmək biraz çətin olur, qulaqlarına çalsana. Elə onun dərdindən özüm oxuyuram. Qarabağ mahnısından tədbirimizi sona yetirək. Buyurun şəhid anaları.
Karıqsa, bu gözəl təşkilatlar üçün, bu gözəl təqdimat üçün mən sizə Qasım müəllimin ailəsinin adından, Qazaxlar adından xüsusi təşəkkür bildirirəm. Çox sağ olun bu gözəl təşkilatçılıq üçün, minnətdarıq sizə və biz hamımız bir yerdə çalışmalıyıq ki, şəhidlərimizi unutturmuyor. Bu tək onların ailə üzvlərinin borcu deyil. Bu, hər bir Azərbaycanlı kimi bizim borcumuzdur. Həmrəy olmalıyıq, bir olmalıyıq və nə qədər ki yaşayırıq, nə qədər ki varıq, nə qədər ki Azərbaycan xalqı var, şəhidlər yaşamalıdır və onların yazdıqları tarix gələcək nəsillərə ötürülməlidir. Diqqətiniz üçün təşəkkür edirik. Çox sağ olun, minnətdarım.